Sabahınız xeyir qızlar, kanalıma və vloguma xoş gəldiniz. Salam verdim, yadıma düşdü. Keçən dəfə bir izləyici mənə yazıb ki, sən necə hörmətsizlikdir, salam verməmiş vloga başlayırsan. Sabahınız xeyir olsun, kanalıma xoş gəlmisiniz. Yəni bəzən olur da, bəzən unuduram, bəzən elə olur ki, videonu çəkmiş oluram və orada bilmirəm ki, o videonun başıdır yoxsa ortası, ona görə promo giriş eləmiş oluram. Ona görə bəzən gözdən qaçır, yoxsa normalda bilirsiniz ki, mən sizi çox sevirəm, həmişə salamlaşıram. Yəni bu söz ola bilməz. İndi isə qızlar, gedirik dırnağa. Dırnaqlarımın halına baxın, nə dərəcədə uzanıb. Və bu dırnaq ustam çox ürəyimə sinməmişdi, dırnaqlarımı qəşəng eləməmişdi. Bu dəfə də bir fərqlisinin yanına gedirəm. Ümumiyyətlə son 2-3 aydır hər dəfə bir dırnaq ustası dəyişirəm. Hələ ki ürəyimə yatan tapmamışam. Ay, bir də dırnaq qiymətləri dəhşət qalxıb. Yəni 35, 40, 50 deyirlər. Əlim gəlmir sözün açığı. İndi 25 manata düzəldən bir yer var, ora gedirəm. Hə, bu koreksiya 25 təbii ki də. Sıfırdan eləsə 30-35-dir. Neysə, ora gedirik. Afmoldadır. Ay, yolda indi həm də dayımın yoldaşı ilə görüşəcəm. O da işdən çıxır, axşam mənə idi. Onunla birlikdə gedəcəyik 28-ə, o evə gedəcək, mən isə gedirəm dırnağa. Dedim ki, elə yoldaş olaq bir-birimiz. Gəldim Afmolaya. Keçən dəfə, yəni bundan əvvəlki dırnağımı da Afmolda düzəltdirmişdim, amma onu çox da belə bəyənməmişdim. İndi isə yenə Afmola gəlmişəm, amma başqa ustanın yanına. Bunu isə Vüsalə mənə tövsiyə elədi. Aksana xanımın yanına gəlmişəm. Hətta tam vaxtında çatdım. Aksana xanım birinci başlayır yonmağa üstünü. Bu arada mən koreksiya gəlmişəm 25 manata. Sağ olsun mənə belə qəhvədə ikram elədi. Sonra baxın, üstün yontduq və forma verdik. Bu dəfəki forması belə olacaq. Bir dənə bəyəndiyim xüsusiyyət də bu idi ki, hər şey steril idi, təmiz idi, ilk dəfə açılırdı, qəşəng idi. Bu yöndən bəyəndim. İndi burada yonmuşuq, forma vermişik. İndi dırnağımın ətləri təmizlənəcək. Dırnağımın ətləri təmizlənəndə elə bilirəm ki, əllərim hava alırdı. Yəni o dərəcədə məni rahatladır. Mənim dırnağımın ətləri çox tez gəlir. Baxın belə təmizləndi dırnaq ətlərim də, çox fresh, çox qəşəng görünür. Forması da xoşuma gəldi. İndi isə Aksana xanım geli qoyur. Bu isə gelin bitmiş halda. Bir əlimi bitirdik. Düşünürəm ki, gel çox qəşəng görünür. Yəni belə də çox qəşəngdir, amma üzərinə rəng çəkəcəyik bunun. Bu da digər əlimdir. Necə olub qızlar? Mən çox bəyəndim. İndi isə rəngi qoyuruq. Rəngi isə belə elədik. Bu rəngi Səbuy seçib. Mən nə vaxt ki, rəng seçə bilməyəndə Səbuyun üzərinə atıram. Deyirəm ki, səncə bu dəfə nə rəng eləyim? O da belə bir rəng seçmişdi. Mən də çox bəyəndim. Tam yaya uyğundur. İşim bitdi burada və çıxıram, gedirəm evə. İçəridə çox qaranlıq olduğu üçün net bir şəkildə gözəlliyini düşünürəm ki, ötürə bilmədim sizə. Baxın, gün işığında da sizə göstərmək istədim. Mən bəyəndim qızlar dırnağımı. Sizcə necə oldu? Qəşəng olub məncə. İndi bura Zezə var. Mən Zezəni çox sevirəm də. Bilirsiniz ki, aksesuarlarımın demək olar ki, çoxu Zezədən də, hətta indi taxdığım sırğalar belə. İndi Zezəyə getmək istəyirəm. Çünki belə qəşəng yay vibe verən meyvəli broşkalar gəlib belə. Tam dəniz kənarında taxmalıq. İstəyirəm ki, gedim onlara baxım. Əgər bəyəndiyim olsa, birini götürməyi planlayıram. Hava bugün çox gözəldir. Girdiyim yerlərdə Zezəni də görmək çox xoş olur mənə, yaxınlarında yəni. Bu qolbağı çox bəyəndim. Qiyməti 15 manat idi. Fərqli dizaynlar da var idi. Tam bunlar yay vibe verirlər də. Çox xoşuma gəldi həqiqətən də. Sonra baxın, sizə dediyim broşkalar bunlar idi. Bunların fərqli növləri var. Məsələn, belə mirvari var və bunların rəngi çeşidləri də var. Qarpızlı var, gelaslı var, meyvəli var. Belə mirvari var, qaşlı mirvari var. Balıq var. Buna baxın, bu da tospişdir. Çox şəkərdir. Yəni tam Pinterest tərzi. Belə qaşlı modellər də var. Göz muncuğu var. Daha xırda taxmaq istəyənlər üçün məsələn var. Mən bunların hamısını Zezənin storiesində görmüşdüm. Çox xoşum gəlmişdi. Aralarından ən bəyəndiyim isə bu oldu. Həm rəngi çox xoşuma gəldi, həm görünüşü, balıq olmağı çox xoşuma gəldi. Və çıxdım buradan. Aldıqlarımı sizə evdə göstərəcəm. O qədər isti var ki, şu an əriyirəm istidə. Çox dəhşət istidir hava.
Artıq gedirəm metroya, metrodan avtobus və gedim evə. Necə mənə yazdılar ki, bəs alnınızın bu hissəsində şişkinlik var. O anadan gəlməli qızlar. Baxın, günəşdə falan daha çox bilinir. Bu hissədə biraz şişkinlik var, bu hissələrdə biraz batıqlıq var. Belə normalda o dərəcədə çox bilinmir. Amma günəş işığı tərs olanda bu hissəm daha şiş görünür də, belə deyim. İndi gedirəm özümə bir dənə pilka almaq. Bir də ayaq dırnağıma çəkmək üçün bu rənglərdə lak tapsam yaxşı olar. Tapsam əgər bir dənə də belə bir lak, olmasa da ağ rəng. Çünki mən ağ xoşlayıram ayaq dırnağında. Onu almağa. Bir də tapsam, daraqlı belə fenlər olur. Həm qurudur, həm düzləşdirir. Elə bir fen axtarıram. Tapsam, ondan da mütləq almağı fikirləşirəm. İnşallah orada olar. İndi baxacağım. Olmasa, onda gərək sərdə birisində də saç kəsimlə gedəcəm. Və yəqin ki, bu videoda bir eləyərəm. Onu baxım vlogu kimi olar. Burada tapmasam o feni gərək saç baxımına gedəndə yenə Vasmoyda və yaxud da ki, Laçın tərəfdə, Xaqlarda baxım görüm orada olar yəqin ki. Çünki orada görmüşəm. Amma yenə bura baxmaq istəyirəm. Bəlkə də burada da var. Əvvəllər Türkiyədə belə görürdüm. Velosiped zolağı. Dedim ki, kaş Bakıda da olsa. Və elədilər. Belə daha yaxşıdır. Həm yolun kənarında gedib özlərini şey eləmirlər, təhlükəyə atmırlar. Həm də insanlar artıq bilir ki, ora velosiped zolağıdır, bura piyada zolağıdır. Yəni heç kimin üstünə çıxmır ən azından. Yine buralarda bir dənə dırnaq yeri var. Dırnaq və salon malları satan yerdə. Mən həmişə salonda işləyəndə ki, salonum da bu tərəfdə idi qızlar. İstanbulda işləyirdim də mən. Orada işləyəndə gəlib buradan alırdıq o yer. Buradaydı axı. Bilirsən, bu ekstra brend yazılanın içindədir. İndi gedəcəm ora. Deməli qızlar, o yeri bağlayıblar, yerində Golden Rose açıblar. Onun yanında da belə bir dırnaq ləvazimatlar satan yer vardı. Gəldim, girdim bura. Baxın, düz əlimdəki rəngdən birəbir demək olar ki, eyni rəngdir. Pastelin belə bir lakı var. Bunu götürdüm. Evdə isə nə aldığımı göstərəcəm sizə. Bunları bayaqları rənglərinə baxırdım deyə götürmüşdüm. Deməli, Flormardan nömrəsi 400-dür, belə ağ rəng. Bunları ayağım üçün almışam. Mən ayağıma belə adi laklar çəkirəm. Bu da pastelin 437 rəngi. Əlimdəki olan rənglə eyni olsun deyə, yəni ayaq dırnaqlarımı çəkmək üçün bir dənə də boyalı rəng aldım. Ümumiyyətlə ayaq dırnaqlarına çox yaraşdırıram belə rəngləri. Bir dənə belə yumşaq, bir tərəfi sərt pilka aldım. Bir dənə də belə. Deməli, bunlar ancaq dırnaqla bağlı olan şeylərim idi. Sonra deməli, bir dənə də fen aldım. Bu feni xalama almışam. İnşallah ona verəcəm. Deməli, bir-iki dənə fen var idi orada. Aralarından hamısını qoşdurdum. Baxdım, aralarından ən çox həm gücü olan buydu. Həm də bu hissəsi nazik istədiyi üçün biraz naziyini tapdım. Həm də o birisinin rəngi çox belə qəşəng görünürdü, dandik görünürdü. Bu da qəşəngdir deyə bunu götürdüm. Deməli, başlığı bu formadadır. Böyle bağlayıb da açmıram. Bildizlə necə həm darıyır, həm qurudur, həm də düzləşdirir. Bu isə belə başlıq hissəsi tutmağı da belə rahatdır. Buradan da gücünü ayarlamaq olur. Belə məncə qəşəngdir. İnşallah özü də bəyənər, gülə-gülə də istifadə eləyər. Bunu da belə qoyum. Bu da bağlı, bu qədər. Əgər belə axtaranlarınız varsa üstümdə göstərim ki, adını falan yeni almaq istəsəz gücü qəşəngdir. Digərlərindən daha çox istilik verirdi. 3000 voltdur. Əgər almaq istəsəniz 28-dən göstərdim hardan aldığımı da. İndi isə ayağıma lak qoyacağım. Bunu mən Rossmanndan almışdım. 45 saniyədə quruyan ağ rəngdə, yəni şəffaf rəngdə bir lakdır. Bunun hər rəngi var. İstəsəniz ala bilərsiniz. Yəni lakın qurumanı gözləmək istəmirsinizsə, çox yəni qəşəng məhsuldur bu. Adel durdu, yetizdirdim, düşdük həyətə, hava dəhşət istidir. Ona görə də dedim ki, biraz havuzda oynasın. Mən də bu videonu sizin üçün oturub burada indi editləyirəm. Və qızlar, Zizidən 2 dənə məhsul almışdım. Bilmirəm, orada göstərdim yoxsa yox. Ürəyim gedib də, yəni bu ənlik deyəcəkdim. Bu güzgü üçün o qədər xoşuma gəldi. Allahım. Görünüşünə baxın bir dənə. Üstündə qaşları var, gözmuncuğuludur. İçinin bir tərəfi böyük göstərir, bir tərəfi balaca göstərir. Ürəyim gedir. Ürəyim getdi. Zizə paylaşanda storyda görmüşdüm. Çox xoşuma gəlmişdi. Getdim, götürdüm. 3.50-yə düşüb indi hal-hazırda qiyməti. Bir də belə çox şəkər, dəniz kənarında taxmaq üçün belə bir broşka almışam. Biraz baha satırlar, 5 manata satır. Amma nə etmə, gözəldir.
Bir də telefon əlimə almışam ki, axşam olub. Axşam yeməyi isə kartuşka qızardıram. Yanına da pomidor qoyacağam. Səbuy birazdan gələcək. Özü bunu istəyib. Mən normalda kartuşka qızartması sevən bir insan deyiləm, amma o çox sevir. Nəysə, indi bunu hazırlayıram. Yemək hazır olana qədər isə makyajımı çıxartmaq istəyirəm. Üzümü yumaq üçün isə son vaxtlarda Kremi markasının məhsulundan istifadə edirəm. Bunu mənə hədiyyə olaraq markanın özü göndərmişdi. Çox aldım danışarkən. Markanın özü göndərmişdi. Amma ki, girdim Trendyolda baxdım. Çox uyğun bir markaymış. Yəni 5-6 manat, 3-4 manata məhsulları var. Mənə göndərilənlərdən də var hətta içərisində. Yəni gördüm. Ona görə də çox rahat bir şəkildə ala bilərsiniz. Qolcuqlarımı taxmamışam. Ona görə qolumdan aşağı sular gedir. Bu dəqiqə çox narahat oldum. Üzümü yaxşı yuyuram. Üzümü foşur yudum. Bir peelingim var. Heç yoxlamamışam. İstəyirəm indi yoxluyum. İlbiz tərkiblidir. İndi açıram. Belə alıram əlimə. Görək. Ay, çox qəribə his var. Belə peeling edirmiş kimi tədik edəcəm. Burada ətrafıma, üzümə. Buna baxın. Burada belə üzümdən kirlər çıxartdı. Ölü dəri, pardon, kir yoxdur üzümdə bu dəqiqə. Ölü dəri. Baxın, görürsünüz. Ne kadar ölü dərim var imiş. Vay. Çok pis oldum şu an. Üzüm görünecek eşya oldu. Son adımlarımı eləyirəm. Həmişə, hər gün üzümü silirəm toniklə. Düşünürəm ki, toniklə silməyəndə üzüm təmiz olmuyor. Dərindən üzümü yumamışam kimi hiss edirəm. Ona görə də mütləq glikolik asid, gül suyu belə məsələn silirəm. Glikolik asid sizin qara nöqtələrinizi təmizləyir, üzünüzdəki ləkələri açır. Ona görə də həftədə 1-2 dəfə istifadə etsəz yaxşı olar. Yediyimiz bu kartuşka qızartmanın axırına baxın üstünə. Üstünə sarı pendir eləmişsən, pul biber vurmuşsan, hə? Bir tərəfini vurmuşam, bəstəyəm. Təşəkkür edirəm. Mən pul çox acılı yeyə bilmirəm. Belə, son durum budur. Yeməyəcəm deyib, indi buranı belə yiyəcəm. Bir də son yaz dizisinə başlamışıq. Gəldim, çatdım salona. Bir də saçımıza baxın direkt. Bu vlog deyəsən baxım vlogu oldu. İçərisi belə görünür salonun. Uzun bir müddətdir ki, bura gəlirəm. Hardasa təxmini 1 ildir və buranı çox bəyənirəm. Səhər tezən saat 10-a yazıldığım üçün məndən başqa adam yoxdur burada. Gördüyünüz kimi belə olanda çəkilişdə rahat olur. Bilirsiniz nə gülməlidir bu influencerlıqda. Bir kadro insan 10 dəfə, 15 dəfə çəkir. Sonra adam belə qalır ki, Məsələ baxırdı, görəm bu dəli neyini. Bayaqdan bəri Instagram postu üçün videonun başını çəkməyə çalışıram. 1 saatda eyni hərəkəti durmadan bumerang kimi eləyirəm. Gördüm artıq binadan baxırlar ki, görəm bu qız neyini. Para kazanıyoruz biz də. Saçım olduqca uzanıb bu arada qızlar. Həm uzunluğunu sevirəm, bu aralar uzun saçı xoşlayıram. Sadəcə 2 barmaq falan ucundan kəsdirəcəm. Bir də istər-istəməz yıpranıblar. İndi yaxşı işıqda sizə bir göstərəcəm saçımın vəziyyətini. Qəşəng baxım eləyəcək Könül xanım. Yəni çox hamı yanına gəlirəm, uzun bir müddət ehtiyac qalmır, saçlarım çox baxımlı görünür. Saçlarımın halını belə daha yaxından göstərim sizə. Görürsünüz, quruyub, uzanıb və həm kəsilməyə, həm baxıma ehtiyacı var. Əvvəlcə saçım masaj olunaraq yuyulur. Bu hissələri çox sevirəm. Sanki terapiyadır. Təmiz-təmiz, yəni yuyulur. Bəzən salonlarda çox təmiz yuyulmur, amma bu dəfəki yuyulmağını bəyəndim. Sonra isə saçıma maskalar tətbiq edir Könül xanım. Bu maskalar isə saçı qidalandıran və parlaq göstərəcək maskalardır və belə aparata qoyurlar ki, tez bir şəkildə effekt alaq. Bu isə saçımın son halıdır qızlar. Bayaqkından daha parlaqdır. Bu arada saç kranları da təmizlədik və çox gözəl oldu. Ucundan da 3 barmaq qısaltdıq. Könül xanım dedi ki, bu dəfə saçların daha da qalınlaşıb. Buna çox sevindim. Gəldim, özümə bir kof aldım. Çatıram evə. Bilirsiniz nə səhv eləmişəm? Açıqı götürməmişəm özümə.
Bu istidə pişdim. Və bu arada qızlar, etdiyim prosedurlar heç bir reklam deyil. Yəni ödənişi ilə getmişəm. Sadəcə sevdiyim yerlərdir. Ona görə sizinlə paylaşmışam. Çünki mənə çox sual gəlir ki, saçınızı harda kəstirirsiniz, dırnağınızı harda eləyirsiniz. Düzdür, dırnaq ustası tapana qədər biraz çox dırnaq ustası dəyişdim, amma axırı yəni tapdım və bəyəndim. Bilirsiniz, başıma nə iş gəldi. Deməli, mən həmişə getdiyim, yəni dodaq dolğusuna getdiyim xanımın yanına yenə mənə yazdı ki, daha doğrusu Səmrə xanım gəlin, əməkdaşlıqla nə istəsəz video çəkək də, yəni əməkdaşlıq eləyək, ödənişsiz eləyək. Mən də düşündüm ki, bu hissələrimdə əritməli olduğum yerlər var idi. Dedim ki, gedərəm, əridərəm falan filan. Nəysə qızlar, getdim dodağımı əritdim. İndi hal-hazırda dodağımda heç yoxdur, dolğu yoxdur. Və ondan sonra Səmrə xanım işdən çıxdı. Və mənim dodağım belə qaldı. Başqa ustaya qorxdum. Sonra mən ətrafımdakılar dedilər ki, ehtiyac yoxdur, dodağım qəşəng falan filan. Mən də elətdirmədim qızlar. Belə qaldım. Amma yəni həyatımda yaşadığım ən gülməli anlardan biri idi. Dodağını əritdirib yarıda qaldım. Amma ev yoxdur. Mən də pis deyil. Məncə qəşəngdir. Karandaş falan vuranda da yəni biraz daha həcmli görünür təbii ki də. Amma yəni o qədər də düşünürəm pis deyil. Ona görə gedib bir də dolğu elətdirmədim. Dodağımda, üzümdə demək olar ki, heç bir dolğu, heç bir botoks yoxdur. Ən çox yəni suallardan biri də odur ki, üzünüzü hansı kosmetoloqa gedirsiniz? Heç bir kosmetoloqa getmirəm. Və bir dənə qaşlarımda tük effekt etdirmişəm. Xəyalə xanıma. Onu da kim istəsə səhifəsini atıram. Yox, başqa heç şey yoxdur. Heç şey getmirəm. Evdə baxımlarımı edirəm, makyajsız yatıram, makyajımı çıxardıram, belə. Ümid edirəm ki, video sizin üçün maraqlı oldu. Mən çox zövq aldım. Həm mənə olanan prosedurlardan, həm çəkdiyim video kadrlarından çox xoşuma gəldi. Ümid edirəm siz də bəyənmisiniz. Əgər mənə dəstək olmaq istəyirsinizsə, videoların davamını gəlməyini istəyirsinizsə, bunu mənə bildirməyin tək bir yolu var. Kanalıma abunə olmaq. Siz mənə abunə olduqca, bəyəndikcə videolarımı mən daha çox həvəslənirəm video çəkmək üçün. Ümid edirəm ki, siz də mənim əziyyətimi yerdə qoymazsınız. Başqa videolarda görüşənədək həzərlik.